bürcü 11 aprel 2026-cı il. Əgər indiyə qədər kommersiya fəaliyyəti ilə məşğul olmamısınızsa, indi bunu sınamaq üçün ən uyğun vaxtdır. Ulduzlar hətta əvvəllər bir dəfə də olsun müqavilə bağlamayan qoçlara belə biznesdə uğur vəd edir. İntuisiyanız sizə haradan qazanc əldə edə biləcəyinizi göstərəcək və eyni zamanda sizi həddindən artıq riskdən qoruyacaq. Ola bilər ki, sizi ilhamlandıranlar köhnə tanışlarınız olsun. Onlar öz təcrübələrini və gəlirlərinizi artırmağa kömək edəcək məlumatları sizinlə bölüşə bilərlər. Bir gün ərzində varlanmasanız da hansı istiqamətdə hərəkət etməli olduğunuzu anlayacaqsınız. Günün başlanğıcı son vaxtlar tez-tez çətinliklə üzləşən, artıq uğursuzluq zolağının uzandığından narahat olmağa başlayan qoçlar üçün xüsusilə xoş olacaq. Müsbət tendensiyaların təsiri çox güclü olacaq. Demək olar ki, bütün sahələrdə yaxşılığa doğru dəyişikliklər hiss olunacaq. Buğa bürcü 11 aprel 2026-cı il. Bugün sizə sürprizlər təqdim etməyəcək və ətrafdakı dünya sizə tam aydın görünməyəcək. Düşüncələrinizdəki aydınlıq sayəsində prioritetləri tez müəyyən edəcək, nəyə əvvəl diqqət yetirməli olduğunuzu, nələri isə sonraya saxlayacağınızı qərarlaşdıracaqsınız. Əvvəllər sizi çətin vəziyyətə salan bir çox sualın cavabı öz-özünə tapılacaq. Son vaxtlar gələcək istiqaməti barədə düşünən buğalar nəhayət qərar verəcək və düzgün istiqamətə ilk addımlarını atacaq. Səhər həmfikir insanlarla ünsiyyət, ideya mübadiləsi və planların müzakirəsi üçün uğurlu olacaq. Bir çoxları sizin məsləhətinizi dinləyəcək, buna görə sizə minnətdar olacaq. Bu vaxt baş tutan işgüzar danışıqlar yalnız məhsuldar əməkdaşlığın deyil, həm də uzun müddətli dostluğun başlanğıcı ola bilər. Əkizlər bürcü 11 aprel 2026-cı il. Lazım olandan artıq risk etməyin. Hər şeyin sizdən asılı olduğu hallarda uğurlu təsadüflərə güvənməyin. Bugün ən pis gün olmasa da tələsik və düşünülməmiş davrananlar üçün xoşagəlməz sürprizlər gətirə bilər. Səhər saatlarında xırda anlaşılmazlıqlar, işdə və evdə fikir ayrılıqları mümkündür. Əgər özünüzü ələ alsanız hər şeyi qaydaya sala biləcəksiniz. Amma emosiyalara qapılan əkizlər sonradan daha ciddi çətinliklərlə qarşılaşa bilərlər. Müxtəlif mənbələrdən ziddiyyətli məlumatlar daxil olacaq. Tələsik qərarlar verməməyə çalışın. Faktları dəqiqləşdirmək və suallar verməkdən çəkinməyin. Detallara diqqət edilmək səhvlərdən qaçmağa və başqalarının çaşdığı yerlərdə düzgün nəticələr çıxarmağa kömək edəcək. Xərçəng bürcü 11 aprel 2026-cı il. Günün birinci yarısında daha çox iş görməyə çalışın. Bu həm sadə, həm tanış, həm də çətin və tamamilə yeni işlər üçün əla zamandır. Gözlənilməz tapşırıqları həll edərkən əvvəl qazandığınız təcrübənin nə qədər faydalı olduğunu özünüz də görəcəksiniz. Bu sayədə mürəkkəb vəziyyətlərdə tez uyğunlaşacaq. Pis niyyətli insanların qurduğu təllərdən yayınacaq. Kimin həqiqətən sizin tərəfinizdə olduğunu dərhal anlayacaqsınız. Bu vaxt xüsusilə gənc xərçənglər üçün vacib olacaq. Onlar məqsədlərini, prioritetlərini müəyyən edəcək. Həqiqətən nə istədiklərini anlayacaqlar və başqalarının təsiri ilə hərəkət etdiklərini dərk edəcəklər. Şir bürcü 11 aprel 2026-cı il. Tez hərəkət edin. Gün cəsarətli ideyaların həyata keçirilməsi üçün ideal olsa da vaxt itirmək olmaz. Səhər şans sizin tərəfinizdə olacaq. Ulduzların dəstəyi ilə son vaxtlara qədər demək olar ki, mühüm görünməyən işləri həyata keçirə biləcəksiniz. Bir çox şeylər üçün düzgün tərəfdaş seçmək bacarığı, kimə güvənmək lazım olduğunu ilk baxışdan anlamaq xüsusilə faydalı olacaq. Günün ortası maliyyə məsələlərinin həlli üçün uyğundur. Bəziləri vəsaitlərini necə daha yaxşı istifadə etməli olduqlarını anlayacaq. Digərləri isə gəliri artırmağın yolunu tapacaqlar. Uğurlu alış-verişlər mümkündür. İntuisiyanın köməyi ilə özünüz və yaxınlarınız üçün yaxşı seçimlər edəcəksiniz. Qız bürcü 11 aprel 2026-cı il. Günün əvvəlində ehtiyatlı olun. Hətta tanış işlər belə bu vaxt sizə daha çətin görünəcək. Daha çox vaxt aparacaq. Əgər kiminləsə birgə fəaliyyət barədə razılaşmısınızsa, planları dəyişməyə hazır olun. Tərəfdaşlarınız vəd etdiklərini yerinə yetirə bilməyə bilər. Siz tək başına daha çox iş görə bilərsiniz. Amma vaxtı düzgün bölmək və prioritetləri düzgün seçmək vacibdir. Daha çox sizi maraqlandıran işlərə diqqət yetirməyə çalışın. Zaman keçdikcə müsbət təsirlərin gücü artacaq. Günün ortası seçimlərinin düzgün olub olmadığına şübhə edən, özünə güvəni azaldan qızlara xoş xəbərlər gətirəcək. Tərəzi bürcü 11 aprel 2026-cı il. Uzun müddətdir təxirə saldığınız vacib işə başlayın. Böyük ehtimalla onun öhdəsindən çox yaxşı gələcək, istədiyiniz nəticəni tez əldə edəcəksiniz. Sizə həm köhnə müttəfiqlər, həm də yeni tanışlar kömək edəcək. Amma bəziləri istəmədən də olsa mane ola bilər. İntuisiyanız sizə nə vaxt diqqətli olmaq və başqalarının işlərinizə həddindən artıq müdaxilə etməsinə imkan verməmək lazım olduğunu göstərəcək. Son vaxtlar bu qədər tərəddüd içində olan tərəzilər üçün bugün yaxşı ideyalar və faydalı ipuçları gətirəcək. Onlar uzun müddətli planlarını müəyyən edəcək və nəyə əvvəl diqqət yetirməli olduqlarını anlayacaqlar. İşgüzar görüşlər uğurlu keçəcək və özünüzə inamınız gələcək tərəfdaşlarda müsbət təəssürat yaradacaq.
Əqrəb bürcü 11 aprel 2026-cı il. Əgər peşəkar uğur qazanmaq və ya karyera pilləsində yüksəlmək istəyirsinizsə, işə diqqət etirin. İndi öz bacarıqlarınızı göstərmək, liderlik keyfiyyətlərinizi nümayiş etdirmək və çətin vəziyyətdə olan həmkarlarınıza kömək etmək vaxtıdır. Bir çox əqrəblər üçün müxtəlif insanlarla anlaşmaq, hətta onların maraqlarını bölüşməsələr belə ortaq dil tapmaq bacarığı çox faydalı olacaq. Faydalı tanışlıqlar mümkündür. Düzgün davransanız nüfuzlu müttəfiqlər qazana bilərsiniz. Şəxsi münasibətlərdə də müsbət təsirlər üstünlük təşkil edəcək. Bu ailə tədbirləri, uzaq qohumlar və ya köhnə dostlarla görüşlər üçün yaxşı gündür. Onlardan bəzilərinin köməyə ehtiyacı ola bilər və siz bu yardımı göstərməyə çalışacaqsınız. Ox atan bürcü 11 aprel 2026-cı il. Ətrafdakılarla münasibət qurmaq bu gün həmişəkindən daha çətin olacaq. Təəccüblənməyin ki, insanlar sizi daha tez-tez səhv başa düşəcək və hətta sadə sözlə belə həddindən artıq reaksiya verəcəklər. Bir çox ox atanlar ünsiyyətə meyilli olmayan, o qədər də mehriban davranmayan insanlarla qarşılaşacaqlar. Belə ünsiyyət sizi uzun müddət sarsıtmasa da, bəzi xoşagəlməz anlar yaşaya bilərsiniz. Gün gözlənilməz, o qədər də xoş olmayan xəbərlər gətirə bilər. Unutmayın ki, əldə etdiyiniz bütün məlumatların diqqətlə yoxlamaq lazımdır. Təəssüf ki, bugün kimsə sizi çaşdırmağa çalışa bilər. Buna görə diqqətli olun. Oğlaq bürcü 11 aprel 2026-cı il. Səbirli olun. Bütün məqsədlərə istədiyiniz qədər tez çatmaq mümkün olmayacaq. Bugün ümumilikdə bir qədər narahat keçəcək və xoşagəlməz sürprizlər ötüşməyə bilər. Planları dəyişməyə hazır olun, amma ən vacib məqsədlərdən imtina etməyin. Niyyətlərinizi həyata keçirmək üçün mütləq fürsət yaranacaq. Sadəcə uyğun zamanı gözləmək lazımdır. Pul məsələlərində daha diqqətli olun. Bugün nə müqavilə bağlamaq, nə də plansız alış-veriş etmək üçün uyğun zamandır. Bəzi planlaşdırılmış ödənişlər gecikə bilər. Buna görə də xərclərdə tələsməmək daha yaxşıdır. Kredit götürmək və ciddi maliyyə öhdəlikləri götürmək məsləhət görülmür. Dolça bürcü 11 aprel 2026-cı il. Hər şey gözlədiyiniz kimi getməyə bilər. Buna görə əvvəlcədən qurduğunuz plana əməl etmək çətin olacaq. Amma bu problem deyil. Çünki siz improvizasiya etməyi, məqsədə çatmaq üçün yeni yollar tapmağı bacaracaqsınız. Ətrafınızdakılar sizin yaradıcılığınızdan ilham alaraq eyni cür davranmaq istəyəcəklər. Amma sizin qədər uğurlu olmayacaqlar. Bugün sizə dəstək təklif edən insanlara diqqətli yanaşın. Zamanla onlar yalnız etibarlı tərəfdaş deyil, həm də dost ola bilərlər. Maliyyə məsələlərinin həllini səbirsizliklə gözləyən dolçalar səbirli olmalıdır. Pul, gəlir və ya müqavilələrlə bağlı işlərdə gecikmələr mümkündür. Hadisənin gedişini sürətləndirmək çətin olacaq. Buna görə də nəticəyə tam əmin deyilsinizsə, heç nə etməmək daha yaxşıdır. Balıqlar bürcü 11 aprel 2026-cı il. Günün başlanğıcı gərgin, amma bir qədər nizamsız olacaq. Bütün balıqlar dərhal hansı işə diqqət etməli olduqlarını anlaya bilməyəcəklər və bəziləri güclərini perspektivsiz işlərə sərf edəcəklər. Bundan əlavə həmkarlar sizdən tez-tez kömək və məsləhət istəyə bilər və bu da sizi yayındıracaq. Tez və uğurlu başa çatacağını düşündüyünüz işgüzar danışıqlar uzana və yorucu ola bilər. Eyni mövzuları təkrar müzakirə etmək sizi əsəbləşdirsə də, bunu biruzə verməməyə çalışın. Mənfi emosiyalar vəziyyəti yaxşılaşdırmayacaq. Günün ikinci yarısı isə daha məhsuldar və müsbət emosiyalarla zəngin olacaq. Bu vaxt əvvəl başladığınız işləri başa çatdırmaq, təşkilati məsələləri həll etmək üçün uyğundur. Sürətli hərəkət etdiyiniz üçün istirahətə, dostlarla görüşə və ya romantik görüşə də vaxt tapacaqsınız.